Blok imtahanları üçün növbəti suala baxırıq. B parametrin hansı qiymətində deməli x kvadratı çıxaq b çıxaq 3 x çıxaq b üstəgəl 2 bərabər 0 tənlinin köklərinin kvadratları cəmi 1-ə bərabər olar. Tənlinin köklərinin kvadratları cəmi, yəni x1-in kvadratı üstəgəl x2-nin kvadratı bərabər 1 olmalıdır deyir. Qiyətə görə x1 üstəgəl x2 nəyə bərabərdir? B çıxaq 3. Yəni, əslində qabağında mənfi var, amma əks işarə ilə götürdüyümüzə görə orada B çıxaq özü olacaq. Digər tərəfdən x1 vuraq x2 isə bərabərdir mənfi B üstəgəl 2-yə. Onda x1-in kvadratı üstəgəl x2-nin kvadratından mən bu şəkildə əlaqəli bir şey yazsam, bu şəkildə yazaram. x1 üstəgəl x2-nin hədd kvadratı çıxaq, deyək ki, 2x1 vuraq x2. Yəni, bu müxtəsərdə əlavə düstur kimi onsuz da çox vermişik. Ki, bu da bərabər 1 olacaqsa, deyək ki, aparıb buradan B çıxaq 3 yazacam mötəzənin yerinə. B çıxaq 3-ün kvadratı çıxaq 2 vuraq 2 çıxaq B olsun. Yerlərini dəyişin, bərabər 1 olsun. Ki, buradan deyək ki, B kvadratı çıxaq 6B üstəgəl 9 çıxaq 4 üstəgəl 2B bərabər 1 olacaq. B kvadratı çıxaq 4B və buradan 9 çıxaq 4, bir də sola keçsə çıxaq 4 olacaq. Yəni 5, 5-dən 1 çıxacam 4 eləyəcək, bərabər 0 olacaq, müsbət 4 daha doğrusu. Və bu B çıxaq 2-nin hədd kvadratı bərabər 0 olacaq. Deməli, burada B-nin qiyməti nə olacaq? 2. Bizdən nə istəyirdi? B parametrinin hansı qiymətini? B-nin 2 qiymətində burada köklərinin, yəni bu tənliklər, köklərinin kvadratları cəmi 1-ə bərabər olacaq.